İnşallah ki mövzunu davam etdirək. Buyurun. Bəli, mövzumuz davam edirik. Əhl-i Beyt Quranda mövzusu və ayəmiz Ali İmran 61-ci ayə. Əuzu billahi mineşşeytanirracim. Fəmən haccəkə fihi min ba'di ma ca'əkə minəl ilmi fəqul ta'aluv nad'u əbna'ana və əbna'akum və nisa'ana və nisa'akum və ənfusana və ənfusakum summa nəbtəhil فنجعل لعنة الله على الكاذبين. Gözəl ayə, əzbərləyə bilirsiniz, nə yaxşı əzbərləyin, yadda saxlayın. İnşallah, ümid edirəm, əzbərləyərsiniz. Və söhbət aydın idi, mövzu bəlli idi. Nəcran xristiyanları, Nəcran bir məntəqənin adıdır. Və oradan xristiyanlar gəlir, Peyğəmbərlə elmi bir diskusiyalar olur, bəhsləri olur. Və dəlil, sübut, məntiqə söykənmirlər, ondan qani olmurlar. Əslində, mövzu dəlil və məntiqlə, sübutla izah olunmuşdur, amma inatkarlıq edirlər və sonunda da Allah əmr edir ki, mübahilə baş versin. Mübahilə nədir? Yəni, nifrin. Kim yalan deyirsə, nifrin olsun ona ki, məhv olsun olar. Siz də deyin, Peyğəmbər desin. Və Peyğəmbər deyir ki, Allah Peyğəmbərə deyir ki, sən ora çağır bir neçə nəfəri və Peyğəmbərimiz də ora kimləri gətirir? Dünənə qədər söhbətimiz bu idi. Həzrəti Zəhranı, Həzrəti Əmirül-Mominni, Həzrəti İmam Həsən və İmam Hüseyni gətirir ora. Yaxşı, bura qədər bu. İndi davam edək nəticədə. Dünən 3 dənə nəticə almışıq, şükür olsun Allaha. 3 dənə deyərdim, mükəmməl nəticə almışıq Əhl-i Beytlə bağlı. Dünənki söhbəti qulaq asmamışsınızsa, qulaq asın ki, çox xeyri dəyər ümid edirəm. Quran-ı Kərimin ayəsinə görə deyirəm. Amma mən davam edirəm. Burada Oqtay müəllim, bir incə məqam var bu ayədə. İstəyirəm onu sizə danışaq biraz. Biri budur ki, ayəyə diqqətlə baxdıqda orada olan isimlərin cəm olduğunu, cəm şəkildə işləndiyini görürük. Cəm də ərəb dilində bilirsiniz, 2-dən sonra başlayır. 1, 2 nəfər, sonra 2-dən sonra deyirlər cəm. Məsələn, ərəb dilində bir kişiyə deyirlər raculun. Bir kişi, yəni raculun bir kişi. Raculani, raculeyni, 2 kişi. Rical, kişilər. 1, 2, 2-dən sonra başlayacağım. Çox gözəl. Bu ərəb dilinin zənginliyidir. Bu ayədə baxanda görürsən ki, isimlər cəm halında işlənib. Deyim ayəni. Ənfusana, ənfus nəfs sözünün cəmi. Nisəənə, bu da cəm. Əbnaənə, bu da cəm. Əbnaənə oğullar, nisəənə qızlar, ənfusənə canlar, canlarımız, qızlarımız və oğullarımız. Orada nə? O şəxs əvəzli. Yaxşı, burada cəm işlənib, düzdür? Amma biz keçən söhbətlərimizə necə danışdıq? Dedik ki, ora kim gətirdi Peyğəmbər? Bir Əli, bir xanım Zəhra, 2 oğul. Yaxşı. Bu necə həll olur? Bu necə oldu? Orada niyə cəm? Burada niyə tək? Deyir, ənfusənə canlarımızı, canlarımızı. Amma bir dənə Əmirül-Mominin gəldi. Nisəənə xanımları, qızlarımızı. Bir dənə qız gəldi Zəhra xanım. Əbnaənə, demir 2 dənə oğulumuzu, oğullarımızı. Amma 2 nəfəri gətirdi Peyğəmbər. İmam Həsən, İmam Hüseyin. Bu nə deməkdir ümumiyyətlə? Quranın burada nə mesajı var bizə? Allah nə demək istəyir bizə? Bir də mövzuda açdıq. Quran çox gözəl, əzəmətli kitabdır. Qurban olaq bu kitaba, həqiqətən. Nə qədər oxuyursan, doymursan, ona görə ki, bitmir. Biri var, bir mövzu, şirin adam, ona görə biri deyən arxacan baxır. Mövzu həmən mövzudur. Amma bir də var, mövzuya baxdıqca yeni mövzular çıxır. Bitmir də bu kitab. Baxın, mən belə başlayayım da buna cavab vermək üçün. Necə cavab verə bilərik? Belə cavab verə bilərik. Peyğəmbər Allahın buyruqlarını olduğu kimi anlayan, yan eləyən və lazımi şəkildə icra eləyən şəxsdir. Buna şək yoxdur. Anlayır buyruqları, bəyan eləyir və icra eləyir. Bizim Peyğəmbərimizdir. Allah Quranda buyurur, وَمَا هُوَ عَلَى الْغَيْبِ بِالظَّنِينَ Peyğəmbər qeybə nisbət xəsis deyil. Yəni, ola bilməz Allah qeybdən ona bir xəbər göndərsin, o çatdırmasın. Mümkün deyil. İn ətəbi illə mə yuhilləyə Peyğəmbər Quranda ayədir. Bunlar hamısı ayədir.
Deyir, mən Allah nə deyibsə onu eləmişəm. Nə deyibsə. Başqa yol yoxdur. Kamil insan Bəli. ən pik həddi. Bəli. Âmenər Rasul bimə unzilə ileyh. Peyğəmbər ona ki, nə nazil olub, hamısına iman gətirdi. İman yəni nə? İman həm anlamaq, həm inanmaq, həm əməl. Yəni, nə dedirsə əməl elədi. Bu ayələr də hamısı. Fəstə bimə tu'mər, ay Peyğəmbər, sənə əmr olanı aşkar elə. Bu bizim Peyğəmbərimizdir. Yaxşı. Litubəyyinə ləhum mə nuzzilə iləyhim. Peyğəmbər, sənin bir dənə də misyan var. Yalnız tilavət eləmək deyil sənin misyan. Ayələr çatdırmaq deyil. Sənin bir dənə də misyan var, bəyan elə. Cəbraillə Peyğəmbərin fərqi var da. Peyğəmbərin misyası Cəbrail qədər deyil ki, Cəbrailin işi nə idi? Olduğu kimi gətirdi Peyğəmbərə dedi. Peyğəmbərin işi nədir? Təkcə onu desin Cəbrail qədəri. Onun bir işi deməkdir, bir işi bəyandır. Bəyan eləyəndə artıq hədisdir. Hədisləri kənara qoymaq, o Peyğəmbəri elə o cürlə məhdud eləmək, bu həqiqətən yanlış bir addımdır. Keçək o mövzumuz o deyil. Bu bizim Peyğəmbərimizdir. Yaxşı. Və bu ayədə Allah Peyğəmbərimizə ümumi bir göstəriş verib. Hansı ayədə? Nəd'u əbna'ana və əbna'əkum. Nisa'ana və nisa'əkum. Ənfusənə və ənfusəkum. Çağır qızlarınızı, qızlarımızı çağıraq, oğullarımızı, özlər, canlarımızı. Bir göstəriş verir Peyğəmbər Allah təala. Yaxşı, bu ayədə Allah Peyğəmbərinə ümumi göstəriş verib. Mübahilə üçün bütün oğullarını, qızlarını və canın hesab etdiyim bütün kəsləri gətir, ay Peyğəmbər. Oğullarını, qızlarını və canın hesab etdiyim bütün kəsləri gətir. Bu bir dənə ümumi tapşırıqdır. Peyğəmbər də Allahın bu göstərişini əməl edir. Belə ki, Peyğəmbər oğulları ünvanında Həsənlə Hüseyni gətirir, qızları ünvanında xanım Zəhranı gətirir, canları ünvanında bir nəfər Həzrət Əlini gətirir. Allahın bu göstərişi, yəni bu ayə, Peyğəmbərin bu addımı, yəni onları gətirməyi, ümmətə bunu aşılayır ki, bu məqamda onlardan siva, yəni bu Əhl-i Beytdən siva, bu ünvanlara layiq və uyğun heç kəs mövcud deyil. Heç kəs. Bunlardır. Heç kəs. Misal üçün, sən bir məclis qurursan, bir nəfərə deyirsən ki, filan məclisi qururam, filan kəslərdə çağırıram, sən də Quran hafizlərini gətir gəl. Quran hafizi nə deyir? Quran əzbər bilənlər. Bu da gedir, neyinir? Bir nəfər gətirir. Tapşırığa əməl eləyən bir nəfəri götürür gəl. Ondan soruşurlar ki, sən niyə bir nəfəri gətirdin? Sən deyirlər, Quran hafizlərini gətir. Ona cavab verir. Deyir, bildim. Bizim məntəqədə cəmi bir dənə Quran hafizi var. Mən də onu götürdüm, gəldim. Da buna heç kəs irad tuta bilməz. Bir dənədir də onunla. Qanun ümumidir. Əmr məqamı ilə, qanun məqamı ilə icra məqamı fərq edir. Yaxşı. Əmr, qanun adətən ümumi olur, amma predmet məhdud bir nəfər olur. Davam edeyim. Əslində bu ayə bizə izah edir ki, Əli əleyhissalam Peyğəmbərin təkcə səhabəsi deyil ha, yalnız qardaşı deyil ha, ancaq əmisi oğlu deyil ha. Eyni zamanda Peyğəmbərin canıdır və özüdür. Özü bir dənədir o candan. 2 dənə olsa ikisini gətirərdi. Gözəl. Allah ümumi deyib. Bir dənə də yer üzündə bunlardan. Yoxdur Həsən Hüseyndən, neyniyək? Həsən Zəhradan yoxdur, neyniyək? Əlidən bir dənə də o can ünvanında, neynəsə Rəsul-i Əkrəm? Əmr məqamı, qanun məqamı ümumidir. Predmetdə bir nəfərdir. Quran hafizlərini çağır, bir dənədir. Götürdüm, gəldim. İrad tuta bilməzlər, orada cəmi idi, bir dənədir. Yaxşı. Biraz açım. Baxın. Və fəqət Həzrəti Zəhranı gətirir. Peyğəmbər neynir? Peyğəmbər mübahiləyə başqa xanımları yox. Kimi gətirdi? Həzrəti Zəhranı gətirdi. Nə mesaj verdi? İstədi başa salsın ki, İslam və müsəlman xanımlarını
təmsil edən xanım Zəhra xanımdır. Nisaəna xanımları, qızları. Amma o xanımları təmsil edən xanım Zəhradır. Ondan siva heç kəsdir. Böyük və baş bilən budur. Bəli, budur. Peyğəmbər öz həyat yoldaşlarını gətirməyib ora. Kim gətirib? Zəhra xanım gətirib. Bu da özdə elə bir mövzudur ki, İbn Teymiyyə, Səhih Müslüm, Zəməxşəri, Fəxri Razi, məzhəblər hamısı deyir bunlar gəlib. İndi bir nəfər, iki nəfər necə əlavə bir şey eləyə bilər ha. Ümumidə anlam budur ki, ittifaq var ki, bunlar bu 5 nəfərdir. Fikir verirsiniz, ayə. Bu nəyi ima eləyir, nəyə işarə eləyir? Peyğəmbər xanım Zəhranı gətirməklə başa salmaq istəyir ki, İslam və müsəlman xanımlarını təmsil edən xanım, xanım Fatimə salamullah aleyhadır. Yaxşı. Eyni zamanda Təthir ayəsini də bu təsdiqləyir də. Təthir ayəsində olan 5 əhl-i beyt. Bəli, bəli. İndi onun haqqında bir hədis var, nəsib olsa onu deyərəm sizə. Qız nəvələrini, yəni öz oğulları ünvanında qız nəvələrini gətirdi axı. Əbna nədir? Oğlum. Kimi gətirdi ora? Həsənlə Hüseyni gətirdi. Qız nəvələrini öz oğulları ünvanında gətirməklə bəyan elədi ki, dünyaya, mən əbtər deyil, amma mən Kövsərəm. Siz deyirdiniz ki, ya Peyğəmbərin bir dənə qızı var, Zəhra oğlu da ölüb, daha qutardı, bitdi məsələ. Mənim nəslim Zəhra xanımdan davam edəcək. Əbtər mənə deyəndi, İnnə şaniyəkə huvəl əbtər, İnnə ətaynəkə əl-Kəvsər. Oğullarını gətir Allah Teala deyir. Kim gətirir? Həsənlə Hüseyin. Nəvə demir orada, deyir, oğullarını gətir. Həsən və Hüseyni belə tanımaq və belə tanıtdırmaq lazımdır. Təkcə o Peyğəmbərin nəvəsidir, qutarda elə bu qədər yox, o Peyğəmbərin balasıdır. Deyə bilirsən bunu? Bunu deyir. O Peyğəmbərin balasıdır. Peyğəmbərin risalətində şərikdir imam ünvanında. Bu xəttin yaşamasında onlar böyük rolları var. İslamın yaşamasında. Bunu deyən. Sırf elə Peyğəmbərin nəvəsidir, o da qızının övladlarıdır, Peyğəmbər nəvəsi olduğuna görə çox sevirdi. Yaxşı mömin, belə yox. Dinən risalətdə Peyğəmbərə şərik dünənki söhbətlərimiz. Yəni imam ünvanında, höccət ünvanında. Və eyni zamanda o xəttin idaməsi davamıdır. Yaxşı. Əslində bu cür danışıq üslubu, nə cür danışıq üslubu? Cəm halda işlətmək. Bu cür danışıq üslubu, Allah cəm deyib baxın. Əbnəna və nisaəna və ənfusəna. Bu cür nə danışıq üslubu onun göstəricisidir ki, bu məqamda, bu zirvədə onların tayı, bərabəri, misli yoxdur. Ayə bu bizə istəyirsin. Misilsizdir. Bu mübahiləsi nə qədər zəngindir. Nə qədər. Dünyanın yəni olanı budur da. Allah ümumi deyib, bəli. Amma budur da. Budur. Var çıxsın, yoxdur. Peyğəmbər də artıq iş görməz ki, əlavə iş görməz ki. Peyğəmbər məsumdur da. Allah mesaj verirdi. Yəni, bunlardan başqa yoxdur. Ora layiq olan insan. Mən elə yəni tək-tək deməyib Zəhranı gətir bir-bir, o 2 dənə Həsən Hüseyni ümumi deyib. Yəni, cəmaat sonra deməsin ki, elə Peyğəmbərin nəvəsi olduğuna görə Allah dedi, qızı olduğuna görə. Ümumi deyib, o posta bunlar qədər layiq olan yoxdur. Niyə? Yoxdur da. Hacı, Hüseyni minni, ənə min Hüseyni hədisi də necə yapışır bu, necə tamamlanır bu? Biz gözəllik deyib bu. Hüseynin minni, siz nə yaxşıdınız onu? Hüseynin minni və ənə min Hüseyin. Hüseyin məndəndir, mən də Hüseyndənəm. Bu nəvə baba söhbəti deyir. Yox, başqadır. Nəvə baba söhbəti olsaydı, deyər Hüseynin minni qutardı getdi. Və ənə min Hüseyin budur ki, biz bu risalətdə Hüseyin mənə şərikdir. Nübüvvətin davamıdır. Bu risalətimdə, bu misyanın çatdırılmasında Hüseyin imam kimi mənə şərikdir. Odur da. Bunu çatdırır da bu mövzular. Biz imaməti bu cür tanıyaq Quranda. Nə yaxşı olar. Bu cürünü anlayaq. Bu cürünə yanaşaq imamətə. 2 dənə söz əlavə edirəm. Bu söhbətlər inanırsınız ki, istəyirəm bunları mən danışım ki, qoy eşitsinlər bizim əhl-i beytimiz haqqında nə ayələr var Quranda. Mənim qardaşlarım, mənim bacılarım deyirsiniz yoxdur, bəziləri deyir yoxdur. Gör nələr var.
Nələr deyir? Allah necə tanıtdırır bizə Əhli Həsən Hüseyni, Həzrət Zəhranı. Xanımlara çox bir dənə xanım gəlir. Yəni bu İslam xanımlarını təmsil edən xanım budur. Yəni məktəbdir bu xanım. Mərcədir bu xanım. Ülgüdür bu xanım. Nümunədir bu xanım. Burada bir dənə də kəlmə nədir? Əbna-əna. Əbna nə idi? Oğullarımız. Bəli. Yaxşı. Peyğəmbər öz qız nəvələrini öz oğulları kimi təqdim eləyir cəmiyyətə. Öz qız nəvələrini, nəvə kimi yox, oğulları kimi cəmiyyətə təqdim eləyir. Bəni Üməyyə bir iş görürdü. Əhl-i Beyti Peyğəmbərdən ayırmaq üçün. Deyir, deməyin İbni Rasulullah, deyin İbni Əli. Deməyin Peyğəmbərin balasıdır Həsən, deyin Əlinin balasıdır. Ayırmaq istəyirdi Peyğəmbərdən. Bəni Üməyyə istəmirdi bu nisbət verilsin İbni Rasulullah bunlara. Başa düşürsünüz? Yəni, məsələn, ərəblərin cahiliyyət dönəmində bir dənə qaydaları var imiş, belə deyək də, belə bir düşüncəsi var imiş. Deyirmişlər, oğullarımızın övladı bizim övladlarımızdır, qızlarımızın övladları isə yaddır. İndi biraz belə də bəzilərində də var, o deyir, qız nəvəsi bizimdir olandır. Bəli. Hə? Bu, o vaxtdan var bu kökü, ərəblərdə də var idi bu. Peyğəmbər bu kökün üstünə bir dənə belə də xət çəkdi, belə də xət çəkdi ki, boş söhbət edirsiniz. Üstündən xətti çəkdi. Dedi, mənim qızımın balaları mənim balalarımdır. Həsən Hüseyin mənim balamdır. Həsən Hüseyini balası kimi təqdim elədi. Yaxşı. Bu imamət bir mənada, yəni Peyğəmbərin balalarıdır. Yəni, bir dənəsə tarixdən 2 dənə fakt deyirəm. Biri Harunar Rəşiddir. İmam Musa Kazımın dönəmində gəlirlər hara? Mədinəyə. Məkkəni ziyarət edən sonra gəlir Mədinəyə. Mədinədə gəlib Peyğəmbərin qəbrini ziyarət edəndən sonra Bəni Abbasdan da Harunar Rəşid. Bəni Abbas kimdir? Abbas Peyğəmbərin əmisidir. Düz. Peyğəmbərin əmisinin oğlu biri Ubeydullahdır, biri Abdullahdır. Ubeydullah İmam Həsənə qarşı satdı İmam Həsəni. İndi cümə günü mən istəyirəm inşallah çıxışımda nəsib olsun, hələ planımda bunu tutmuşam. Cümə çıxışımı münacatdır, düzdür. İstəyirəm İmam Həsəndən danışım. Çünki İmam Həsənin mövludu gəlir öndə. Bu bir məsələ. İnşallah nəsib olsun. İmam Həsəni satmışdı o. Onu danışaram bir vaxtlar. Bir dənə də Abdullah ibn Həsən var. Abdullah ibn Abbas var. Bu Abdullah ibn Abbasdan Abbasilər gəlir. Bir mənada Peyğəmbər nə idilər bunlar? Əmisi oğlanları. İndi bu özünü yaxşı göstərmək üçün oradakılara gəldi. Yanında Peyğəmbərin qəbrinin kənarında Harunar Rəşid dedi, Əssəlamu aleykə ya Rəsulallah. Ay Peyğəmbər sənə salam olsun. Yəbnə əm. Ay mənim əmim oğlu. Özü ilə öyündü. İmam Kazım da oradaydı. Cəmaatın içində göstərdik, biz əmi oğluyuq Peyğəmbərlə. İmam Kazım nədir? Gəldi yanında qəbrinin kənarında dedi, Əssəlamu aleykə ya əba. Ata salam olsun sənə. Sən əmin oğlunsa mənim atamdır. Sözüm var. Əgər budursa sən deməksən, mənim atamdır. Biz İbn Rəsulillahi. Bu bir məsələ. Deyir, Harunar Rəşid elə dilxor oldu, rəngi saraldı. Rəngi saralandan sonra dedi, Hazal fəxru ya Əbəl Həsən ciddən. Da gördü, qaçış yeri yoxdur. Dedi, bu doğrudan fəxirdir ya. Mənə fəxrləməyə deyərsən, balasısan. Mən əmsi oğlu. Davam edeyim. Əleyhisselam Sıffeyndə, bugün da deyim inşallah da suallara keçək. Əleyhisselam Sıffeyn müharibəsində Mühəmməd Hənəfiyyə ki, onun oğlu idi, döyüşün ən çətin anlarında neynədir? Göndərdi Məhəmməd Hənəfiyyəni hara? Göndərdi Məhəmməd Hənəfiyyəni belə çətin o yerdə, məsələn, sol cinaha. Getdi orada, vuruşdu, qan tərlə qayıtdı, geri çəkdi qoşunu. Sonra göndərdi sağ cinaha, getdi oradan da bir uğur qazandı, qayıtdı, gəldi. Sonra orada da uğur qazandı, gəldi, yorulmuşdu. Peyğəmbər Əmirül-Müminin gəldi, dayandı qabağında. Birinci qucaqladı, sonra alnından öpdü, alnından öpəndən sonra dedi, bala narahatsan, nə olub sənə, ay Məhəmməd Hənəfiyyə? Əmirül-Mümin dedi. Dedi, ata sənə qurban olum. 3 dəfə mənə göndərdin. Çətin yerlərdə. Həsən Hüseyni göndərmədin. Niyə? Ay Allah. Atanın cavabı. O ayəni yaşatmaq. Dedi, ya bu nə? Ay əziz balam, mən səni çox istəyirəm. Əntə ibni, sən mənə balamsan. Hazani ibn Rasulullah. Amma Həsəndən Hüseyin Peyğəmbər balasıdır. Allahu əkbər. Əfəla əsunuhuma, mən onları qorumayım.
Sən İbn Əlisən, o İbna Rəsulillahdırlar onlar, Peyğəmbərin balasıdırlar. Səni verdim ki, onları qoruyum. Qayıtdı bəla, ya əba, atası. Baxışda sanki dəyişdi fikri. Cəaləniyallah fidakə və fidahuma. Atam, mən sənə də qurban olum, o 2 balaya da qurban olum. İbn Rəsulillahdırlar bunlar. Bugünkü çıxışım bu qədər. Hələ davam edəcəm sabah. İstəyirdim bugünü qutarım, gördüm mübahilə hələ bitmir. Deyərdim, Əhl-i Beytlə bağlı ən zəngin ayələrdəndir. Allah bizi Əhl-i Beytdən ayrı salmasın inşallah. Allah qəbul eləsin ki, bir də dua edin ki, bu mövzunun haqqını verə bilim, davam edə bilim inşallah. Allah lütf inayəti ilə. Yaxşı. Elhamdülillah, hacı, neynədir siz? Çox